Schneider Elektrik şirkətindən Finance Biznes Analiz pozisiyası üzrə iş təklif əldə etdiyimiz konsultantım Tural Rüstəmovla buradayıq. Tural bəy, xoş gördük. Xoş gününüz olsun. Necədir əhvalınız? Əla. Sizdə? Çox sağ olun. Mən də yaxşıyam. Çox sağ olun dəvətimi qəbul etdiyiniz üçün. Sağ olun. Vaxtınız Təşəkkür edirəm. Deməli biz bu gün danışacağıq ümumilikdə bizim bir əməkdaşlığımız necə keçdi, səyahət necə idi, necə başladıq, nələr etdik, nəticəni necə qarantilədik, hansı addımlar atdıq və nəticəni, yəni oferi necə əldə etdik. İlk sual olaraq xahiş etsəm əvvəlcə özünüz haqqında danışa bilərsinizmi? Təcrübəniz, Polşaya gəlmə hekayəniz, biraz qısaca haqqınızda. Təşəkkürlər İsa bəy. Əlbəttə danışa bilərəm. Tural Rüstəmov, Azərbaycanda bütün təcrübəm orayla bağlıdır. Bank sahəsində çalışmışam daha öncə 5 ilə yaxın. Daha sonra Azərbaycanda özəl müxtəlif şirkətlərdə maliyyə, mühasibatlıq departamentlərində təcrübəm olubdur. 10 il plus bir təcrübədən sonra düşündüm və qərarlaşdım ki, artıq Avropaya bir çıxış eləməliyəm. Avropa təcrübəsini öyrənməliyəm və o belə deyək qərardan bir yola çıxdıq. Araşdırmalardan ən uyğun variantın Polşada olduğunu gördüm. Həm yaşam şərtləri olsun, həm buradakı iş mühiti olsun. İş yerlərinin çoxluğu, xarici şirkətlərin burada belə deyək daha çox mərkəzləşməsi. Bu baxımdan Polşaya gəldim. Əsas hədəf işləmək idi təbii ki. Ancaq paralelində də artıq bir təhsil xətti var idi. Təhsili də artırmaq, paralelində çalışmaq və Polşada olan universitetlərdən birinə qəbul aldım, gəldim bura. Artıq yeni bir həyat başladı, yeni bir mərhələyə keçid elədik. Hər şey yeni başlanğıclar. Bəli, çox iş görmək lazım idi. Təbii ki, çətinliklər də var idi normal olaraq. Ancaq bugün çox şükür ki, hər şey qaydasındadır və o müəyyən tanışlıqlar, müəyyən professional yönləndirmələr, belə deyək, daha isti yanaşmalar sayəsində müəyyən nəticələr əldə olundu. Əla, mükəmməl. Gəlin danışaq, bura gələn yoldaşların əksəriyyəti ya universiteti bitirib həmən gəlirlər və ya bakalavr təhsil üçün gəlirlər. Bir təcrübəli bir senior üçün necə idi? Həm bu dəyişim prosesi, həm də daha sonra biz danışarıq. Məsələn, siz bura gələndən sonra siz müraciətlər edirdinizmi? Bir seniorun təcrübəsi necə idi? Doğrusu, qeyd elədim daha öncə, 10 il plus bir təcrübədən sonra daha iddialı idim. Daha çox şey istəyirdim və daha arxain idim bura gələndə. Ona görə də qərarımda tərəddüd etməmişdim. Ancaq gələrək təbii ki, mühit fərqli, yanaşma fərqli, şirkətlər fərqli, beynəlxalq bir sferaya qədəm qoyursan, çox fərqliliklər var. Çətinliklər də oldu. Ancaq ki, düşüncəm odur ki, hər bir çətinliyin, belə deyək də, arxasında əgər davamlılıq varsa, məsuliyyət varsa, həqiqətən o inadkarlıq varsa, istədiyini əldə etmək, mütləqdir ki, nəticə əldə olunacaqdır. Mənim üçün bugünkü gündə çətinliklər harda yarandı? Artıq mən gəlmişəm, Polşadayam və iş axtarma prosesi başlayır. Elə bilirdim ki, Azərbaycanda bildiklərim, Azərbaycanda gördüklərim təcrübə, işə qəbul prosesi burada da eyni qaydada davam edəcək. Görüntü olaraq eyni olsa da, amma spesifikasiyalar tamamilə fərqlidir. HR-ların, menecerlərin gözləntiləri tamamilə fərqlidir. O səbəbdən, bəli, çətinliklər yaranmağa başladı. Azərbaycan mühitinin, Azərbaycanda alışdığım o yanaşmanı artıq burada oradan götürdüyüm təcrübəni burada tətbiq eləyəndə doğru nəticələr əldə edə bilmirdim. O səbəbdən də bir neçə bu işlə məşğul olan konsultantlara deyək, bu işlə məşğul olan şirkətlərə müraciət elədim. Doğrusu təcrübəmi gördüklərində həmən isti qarşılayırdılar, yaxşı olacağını bildirirdilər və müəyyən proseslər eləyirdik.
Ancaq ki bir müddətdən sonra gördüm ki, effektivlik o deyil. Nəsə problemlər var və bu mənim xoşuma gəlmirdi. Çünki mənim Azərbaycanda etdiklərim də var idi. Üzərinə əlavə bir bura gəlməmişdən bilirdim ki, beynəlxalq bir arenaya çıxıram. Mənə lazım olan müəyyən faktorlar var, hansı ki, beynəlxalq sertifikatlardır. ACC olsun, DPIFAR olsun və s. kimi. Bura gəlməmişdən artıq o müəyyən bir bazanı da özümdə formalaşdırdım ki, mənə dəstək olsun. Hansı ki, siz yaxşı bilirsiniz, bu gedişatda həqiqətən də müəyyən formada mənə faydalı oldu. Yəni, o baxımdan artıq o backgrounddan daha yaxşı nəticələr gözlədiyim təqdirdə fərqli bir yanaşmalar görürdüm və daha məni qane etməyən məqamlarla qarşılaşdırdığıma görə mən artıq araşdırma eləmək məcburiyyətində qaldım, sözün doğrusu, və çıxdım bir internet araşdırmasına. Təsadüf deyə bir şeyin olduğunu düşünmürəm. Təsadüf deməyəcəm buna. Yəqin ki, belə olmalı idi və sizin videolarınızı gördüm, sözün doğrusu. Diqqətimi çox çəkdi. Yanaşma tərzi, verdiyiniz izah və nəsə bir həqiqətən də istilik, nəsə bir məsuliyyət, nəsə bir fərqlilik hiss etdiyimə görə bir əlaqəyə keçdim sizinlə. Təşəkkür edirəm ki, çox belə deyək də operativ şəkildə, çox peşəkar şəkildə mənim sorğumu qarşıladınız və bundan sonraki mərhələlərdə mənim üçün çox önəmli bir məqamlar baş verdi. Çox gözləmədiyim, əslində gözlədiyim də ancaq burada gəldikdən sonra görmədiyim bir yanaşmanı gördüm. Artıq anladım ki, bəli, mən doğru ünvandayam və bizim bir yolculuğumuz başladı sizinlə. Əla. Bizim əməkdaşlığımıza keçməzdən öncə əsas, yəni təcrübəlisiniz, kifayət qədər beynəlxalq sertifikatlarınız var, əla təcrübəniz var, CV-niz çox güclüdür. Amma rastlaşdığınız əsas çətinlik punkt olaraq deyə bilərsiniz, məsələn, əlbəttə, filan hissədə, CV hazırlanmasında, müraciət prosesində, ya intervyularda. Burada müraciət prosesinin bayaq da qeyd etdiyim kimi incə və fərqli detalları var. Hansı ki, onları skip elədiyində sən uğursuz olursan. Və o detalları sən öz-özlüyündə bilmirsən. Sənə o professional yönləndirmə olmalıdır, sənə bu mühitin içindən gələn bir şəxs, daha doğrusu sənin müraciət etdiyin şirkət və ya şəxs səni doğru tanımalıdır və doğru yönləndirməlidir. Bu iki faktor çox önəmlidir. Burada qarşılaşdığım ən böyük problem o idi ki, şirkətlər daha çox bunu, belə deyim də, iş kimi baxır və qarşıdakı konsultantını, qarşıdakı, belə deyək, şəxsi daha da, belə deyək, detallarına getmədən sanki üzərindən keçərək gedilirdi. Mənə görə ən böyük problemlərdən biri bu idi, budur, hələ də budur. Yəni bunu etməyənlər yanlış etmiş olurlar. Sizdə gördüyüm ən böyük fərqindəlik, ən böyük, belə deyək də, diqqətimi çəkən məqam o idi. Əgər siz qarşındakı şəxsi, onun bilik və bacarıqlarını düzgün qiymətləndirə bilirsinizsə, təbii ki, onun yönləndirməsini də düzgün eləyəcəksiniz. Bəli, qarşılaşdığımız ən böyük problemlərdən biri bu və prosesə gəldikdə mənə görə, yəni o step-step müəyyən burada problemlər var. Ən böyük problem belə CV-dən başlayır, CV-nin hazırlanması prosesindən başlayır, CV nə dərəcədə səni, belə deyək, qarşıdakı şirkətə, qarşıdakı rekruterə, qarşıdakı menecerə səni doğru, düzgün göstərir və ya göstərmir. O çox önəmli faktordur ki, mənim CV-m bir neçə dəfə hazırlanmışdı və orada mən bura gələndə mənə bildirdilər ki, bəs sənin təcrübən çoxdur, sən birbaşa menecer pozisiyasına işləyə bilməzsən, sən daha aşağı pozisiyalardan başlamalısan və bu pozisiyalarda sənin iş təcrübənin çoxluğu sənə mane olacaq. O səbəbdən də sənin 8-10 il plus təcrübəni biz qısaltmalıyıq. Onu 3, 5, nə bilim 6 ilə falan salmalıyıq. Mən sizə qədər yanaşmanın bu olduğunu bilirdim.
Hətta bunu təsdiq edən bir neçə şəxslər də var idi ki, bu həqiqətən belədir. Ancaq çox qəribə bir hal baş verdi və mən onda əmin oldum ki, bəli, mən doğru yerdəyəm, doğru ünvandayam. İsa Zeynal tamamilə bir fərqli yanaşma elədi mənə. Yanaşma o idi ki, birincisi mən səni tanımalıyam, kim olduğunu bilməliyəm. Ondan sonra qərar verəcəm ki, biz çalışa bilərikmi, yoxsa çalışa bilməliyikmi. Faktor o idi ki, bəli, burada anlaşılan və görünən o idi ki, İsa Zeynal öz vaxtına, işinə, nəticəsinə dəyər verir, bir. Qarşındakı konsultantı uğursuzluqla, belə deyək də, qaçındırmağa çalışır, iki. Və gedişatda gördüm ki, əgər qarşıdakı konsultant onu qane eləmirsə, ona bir period verir, yönləndirmə eləyir və geri dönüşünü gözləyir. O da bir üçüncü faktor idi. Çünki əgər siz görürdünüzsə ki, burada nəsə bir professional, belə deyək də, nəzəri cəhətdən hər hansı bir deyək ki, maliyyə savadlılığında bir problem varsa, doğru mütəxəssisə yönləndirmə gördüm burada. Hər hansı bir çatışmayan məqam varsa, texniki hər hansı bir skilllərdə boşluq varsa, ona yönləndirmə gördüm burada və o yönləndirməni edərək işin bitmədiyini və o yönləndirmədən sonra belə geri dönüşün gözlənildiyini və hətta maraqlandırıldığını ki, necə oldu, nətər oldu, nəticəyə varıldımı? Yəni bunlar hamısı xırda məqamlardır, amma bu nə dərəcədə qarşıdakı şəxsə dəyər vermək, öz işinə dəyər vermək, öz gördüyü işə hörmət eləmək və nəticə yönümlü olmaq faktorudur. Bütün bu məsələlər, bəli, təbii ki, bu uğurlu nəticənin o təməl prinsipləridir. Binanın görüntüsü ola bilər, amma binanın saxlayan altında bir bazası var, bir binövrəsi var. Binövrələr boş olanda, binövrələrdə problem olanda orada o bina əvvəl-axır sirkələnəcəkdir. Tamamilə və yəni əgər siz də əvvəl müraciət etmisinizsə, bilirsiniz ki, ilk müraciət etdikdən sonra biz, yəni sizdən də belə olmuşdu, ilkin görüş təyin edirik, ödənişsiz ilkin görüş təyin edirik və bu ilkin görüşdə tanış oluruq. Və bu ilkin görüşü həmişə belə başlayıram ki, yəni Polşada və Avropada əmək bazarının tələblərini bilirəm. Bu görüşümüzün hədəfi sizin hazırda əmək bazarına nə qədər uyğun olub olmadığınızı müəyyənləşdirməkdir və mən də yalnız əmək bazarına hazır şəxslərlə əməkdaşlıq edirəm, yəni əmin olduğum kandidatlarla ki, əgər biz nəticə əldə edəcəksə, əməkdaşlıq edirik. Əgər nəticə əldə edəcəksə, əməkdaşlıq eləmirik. Mən sizi yönləndirirəm, nə etmək lazımdır ki, əmək bazarına hazır olasınız. Bu çox şəffafdır, yəni burada təbii ki, yəni günün sonunda bu biznesdir, amma təbii ki, insanların vaxtına, insanların yəni hədəfinə mütləq diqqət edilməlidir və həmişə düzgün yəni yönləndirilir ki, okey, hazır deyilik, hazır olmaq üçün nə etmək lazımdır? Bunları öyrənin, sonra gəlin başlayaq və belə onlarla konsultantım var ki, yönləndirmişəm, öyrəniblər, gəliblər, daha sonra əməkdaşlıq etmişik, nəticələr əldə etmişik. Səhifələrlə paylaşıram, təəssüf ki, yoldaşların heç də hamısı sizin kimi razı olmur video çəkməyə. Yəni, onlara da çağırış edirəm ki, əgər razı olsanız çox yaxşı olar ki, digər şəxslər də həqiqətən çox motivasiya olmuş olardı. Qeyd etdiniz bacarıqların düzgün analizi haqqında. Bu çox vacibdir. Elə biz bu ilk zəngdə belə, hələ yəni bu müraciət prosesi, hələ biz əməkdaşlığa başlamamışıq və bu ödənişsiz bir prosesdir. Burada biz sizinlə ilkin zəngdə konsultantın ümumiyyətlə bacarıqları ilə tanış olmağa çalışıram. Sizinlə deyilən və bacarıqlar dedikdə mən sizə suallar verirəm, siz danışırsınız və mən siz danışdıqlarınız içərisindən suallar verirəm, siz danışdıqlarınızı bilirəm. Əmək bazarından, yəni əmək bazarı deyəndə bəzən çox qeyri-müəyyən səslənir, amma şirkətlərdə bu işlərdə nələr edilir, bunları bilirəm. Siz nələr etmişsiniz, bunları görə bilirəm və burada uyğunluq varmı, uyğunsuzluq varmı, uyğunsuzluqlar hansılardır, bağlanıla bilərmi uyğunsuzluqlardır, bunları müəyyən edirik və davam edirik. Yəni, təbii ki, şəxsin təcrübəsini bilmək, öyrənmək mütləqdir. Amma onu anlamaq və hazırda şirkətlərdə olan tələblərlə uyğunlaşdırmaq çox vacibdir. Hətta həmişə bu söz deyirəm ki, yəni bəzi yoldaşlar kim ki əmək bazarına hazır deyirlər, onlara həmişə izah edəndə bildirirəm ki, düzgün diaqnoz qoymalıyıq ki, düzgün çarə tapaq. Bəzən bu diaqnoz çətin olur, çünki yoldaşlar çox motivasiya ilə müraciət edirlər ki, həmən başlayaq əməkdaşlığa, amma əgər hazır deyiliksə, bugün başlamamız təbii ki, düzgün deyil, biz gözləməliyik, siz bunları öyrənməlisiniz, gəlməlisiniz, sonra davam etməliyik. Nəinki iş mühitində, nəinki bu prosesin içində, bundan sonra olan bütün proseslərdə sənə
ekstra motivasiya verməklə bərabər bir dostluq, tanışlıq, gedişatda da belə deyək, professional nələrinsə müzakirəsi mühiti, atmosferi yaradır ki, buna görə də xüsusi təşəkkürlər. Mənim tərəfimdən, yəni gördüyümü, hiss elədiyimi maksimum dərəcədə yansıtmağa çalışdım və nə ekstra sual varsa da verməyə hazıram. Çünki burada heç bir məcburiyyətim yoxdur. İstəyərək eləyirəm bunu. Çünki istəyirəm ki, daha çox kütləyə təsir eləyə biləsiniz. Daha çox kütlənin belə deyək də doğru yönləndirilməsinə vəsilə olasınız. Bu çox vacibdir. Bugünkü gündə o qədər iş axtaran, kapasitəsi olan, ancaq doğru yolu tapa bilməyən, motivasiya problemi olan və doğru yerdə, doğru məqamda olmayan çox saylı insanlar var. Bəli, hər birimizin daha professional yanaşmaya ehtiyacı var. Nə qədər professional olsan da, hər işin öz biləni, peşəkarı, detalları ilə necə deyim, incələyən şəxsi var. Ona hörmətlə yanaşmaq lazımdır, ona dinləmək lazımdır. Baxmayaraq ki, mənim yaşım sizdən çox idi, mənim təcrübəm də var idi. Ancaq mən başa düşürdüm ki, mən bu mühitin təcrübəlisi deyiləm. Və mən bəli, bu mühitin biləni, təcrübəlisi, peşəkarı ilə bu məsələləri müzakirə etməliyəm və yaxşı getmişəm. Belə. Çox sağ olun. Deməli, offer alıb əldə etməməklə bağlı bu hallar olur, çox olur konsultantlarımla. Hətta məsələn 2 ay öncə də bir konsultantla offer aldıq. Qəbul eləmədik. Çox zövqlüdür. Allah adətən bizə necə verirlər, amma bizim alıb qəbul etməyimiz çox zövqlüdür. Bu zövqdən ziyadə təbii ki, bu bizim nə etmək istədiyimizi bilməklə bağlıdır. Doğrudur, əminlikdir bu. Bəli, ilk nəticəyə həmən təbii ki, getməmək və bu təbii ki, çox ciddi konfidens yaradır. Ki, mən əldə etdim və dahası var. Amma bunlar sadəcə sözə dayanmır da. Bunlar təcrübəyə dayanır ki, mən bilirəm ki, siz daha nə edə bilərsiniz. Bura bizim nöqtəmiz deyil, biz davam etməliyik. Bu yəni və bu onlarla dəfə yaşanıb. Hətta bir konsultantımdan 5 offer əldə etmişdik. Və o axırda belə seçim eləmişdi ki, mən bu şirkətə gedəndə parkın içindən keçəcəm. Bu park çox qəşəngdir və maaşları da çox ciddi aralarında fərq var idi və ona görə seçim etmişdi. Təbii ki, bu proses də bunun üçün qurulub ki, ən effektiv şəkildə nəticəni əldə etmək üçün. Tural bəy, çox sağ olun. Biz yekunlaşmazdan öncə qısaca qeyd etmək istəyirəm ki, yoldaşlar, Tural bəy təcrübəli bir ekspert idi və təbii ki, konsultantlar təəssüf ki, yəni təcrübəli, bura gələn yoldaşların əksəriyyəti, təəssüf ki, deməyim, amma bura gələn yoldaşların bəlkə də 10%-dən azı təcrübəli şəxslər olur. Əksəriyyəti universiteti bitirib həmən gəlirlər, bakalavr üçün və ya magistr üçün gəlirlər. Təbii ki, bu istiqamətdə də əməkdaşlıq etdiyim onlarla konsultantım var, hətta bəlkə 100-dən çox konsultantım məhz təcrübəli şəxslərdir, amma digər məsələn 50-dən çox, təxminən 150-dən çox şəxslə əməkdaşlıq etmişəm. 50-dən çox konsultantım isə təcrübəli, xeyli təcrübəli, yəni beynəlxalq sertifikatlara sahib, portfolioya sahib şəxslərdir və təbii ki, hər iki profil üçün yanaşma tamamilə fərqlidir. CV hazırlanması, LinkedIn hazırlanması, müraciət prosesi, intervyu prosesi və ən vacibi bu prosesin idarə olunması. Yəni təcrübəli bir şəxslə necə yanaşmaq lazımdır, təcrübəsiz bir şəxslə necə yanaşmaq lazımdır ki, idarə etmək üçün prosesi. Təbii ki, bunlara da diqqət edirik. Bildiyiniz kimi, Polşada və Avropada karyera konsultasiyası xidməti göstərirəm. Tural bəylə də biz A-dan Z-yə karyera konsultasiyası xidmət çərçivəsində əməkdaşlıq etmişdik və cəmi bir aydan az müddətdə Schneider Elektrik şirkətindən Finance Business Analyst pozisiyası üzrə iş təklifi əldə etmişdik və hazırda A-dan Z-yə karyera konsultasiyası xidməti ilə yanaşı, hansında ki, biz əvvəldən sona qədər bütün prosesi idarə edirik. Başqa 4 xidmət də təklif edirik. Bura yalnız CV hazırlanması, yəni sizə yalnız CV hazırlanması lazımdırsa bunu edə bilərik. Yalnız müsahibələrə hazırlıq xidməti, məsələn, CV-niz yaxşıdır, intervyu dəvəti alırsınız, amma intervyuları keçə bilmirsinizsə, yalnız müsahibələrə hazırlıq xidməti. Həmçinin
Deməli, əgər müraciət prosesi sizin üçün çətin gəlirsə ki, bir çox yoldaş üçün belə idi, belə olur. Müraciət prosesi sizin üçün çətin gəlirsə, biz bu müraciətləri sizin əvəzinizdən edə bilərik. Yəni vakansiyalar müraciət xidməti. Həmçinin isə əgər bunlardan əlavə hansı bir spesifik sualınız varsa, ola bilər karyera planlaması ilə bağlı, ola bilər karyera dəyişikliyi ilə bağlı, ola bilər Polşaya, Avropaya miqrasiya ilə bağlı və ya sahənizdə, ümumiyyətlə karyeranızda bir sualınız varsa, fərdi mentoring xidməti üçün müraciət edə bilərsiniz. Əməkdaşlıq edə bilərik. Sizin də karyeranızın növbəti səviyyəyə daşınması üçün birlikdə əməkdaşlıq edə bilərik. Tural bəy, çox sağ olun. Siz sağ olun. Bol-bol uğurlar. Sizə Təbii ki, sizə yenə də uğurlar. əlaqədə qalaq. İnşallah. Və hələ bunlar başlanğıcdır. Bəli. Daha gözəl Doğrudur. nəticələr var və o nəticələr üçün çalışmalıyıq və oralarda görüşməliyik. Oralarda görüşmək ümidi ilə. Çox sağ olun. Sağ olun.